İspanları özünüzə yaxın bilirsiniz, sevirsiniz. Ben İspanya'da olmuşum 2 defa ve Avrupa'da özümü rahat hissettiğim bir cemiyet. Orada çok garip iyiler de adama doğuma gelir. Maraqlıdır. Əsrlər boyu İslam medeniyetinin təsirindən görünür. Olaraq evdə xoreyda pişirmirlər də, restoranlarda. Ona göre küçədə gelirsən o yiyilər, yat yiyilər də öyle. Mən həmişə bir ölkəyə gedəndə hisslərimə qapılıram, gözüm necə hiss edirəm. İspanya'da mən elə gəlirdi ki, mən bu ölkədə bir dəfə olmuşum. Fransızlarda dejavu deyirlər ha. Ha ki olmuşam asansa burada. İspanlar əslində çox qaynar. Hətta musiqilərində də, rəqslərində də Oxumaq da, oxumaq Bəli. işte, qaptan oxuma bir də ki, ehtiraslı bir bir xalqdır. də siz, mən orada küçədə gedib antropoloji itbat oluruq orada. Yaxınlaşıb sizə, ya mənə İspanca da soruşa bilərlər. Ha, yani orada Almanya'da olsa Belli seçiləri, olur. Moskva'da olsa seçiləri, ama İspanya'da yok.